Bilirsən evladım, insan evladı gərək hər zaman öz əhdinə sadiq olsun. Heç vaxt yalan danışmasın. Alimlər belə deyiblər, deyir, vəhdədil, əhdil külli pajar, yəni ki, yalancının evi yandı, heç kəs inanmadı. Görürsünüz? Molla, insanın yalan danışmağı haqqında danışdın, məni şübhəyə saldın. Mənim oğlum Bəli. bu il universitetə hazırlaşır. Nə gözəl. Mən ona demişəm ki, əgər universitetə girə bilməsin, sənin qışlarını qıracam. Vay vay. İndi mən onun qışlarını qırmalıyam. Mən balam, sən səhərlər şirin çay içirsən. İçirəm. Onu biraz pesokun bol elə, beynimə biraz glikoza işləsin. Yaxşı.